Salam dostlar, günləriniz xoş getsin. Dostlar, keyfim yaxşı idi və stol üstündə, yəni stolumun üstündə olan bəzi şeir kitablarını vərəqlədim. Bir neçə qəşəng şeirə rast gəldim. Bəzilərini yenidən oxudum. İstəyirəm onu sizlə də bölüşüm. Mənim bu tweetimlə birlikdə. Tanıyanlar varmı onu, tweetini? İndiki gənclər, necə deyərlər, indiki uşaqlar bilməzlər. Bizim uşaqlığımızın dövründəki animasiya filmlərinin, multfilmlərin, cizgi filmlərin qəhrəmanlarından biri tweeti. Sevimli quşcuğaz, o belə gözlərində belə açır. Onunla birlikdə dostlar istəyirəm sizə bəzi şeirlər oxuyum. Və bu şeirləri dostlar mən sevənlərə, sevgililərə, hər hansı bir şəkildə sevgi ilə yaşayanlara həsr edirəm dostlar. Deməli, biri Lermontovdur. Bu aralar Lermontov oxuyuram şeirlər kitabından. İkisi ondandır, iki dənəsini oxuyacağam. Deməli dostlar, nə deyir? Bax gör nə deyir. Deyir ki, bunu oxumuşdunmu siz üçün? Bir dəfə də oxumağa dəyər. Burada sevginin çox böyük əhəmiyyəti göstərilib dostlar. Onun nə qədər insan həyatının mənası üçün nə qədər böyük dəyər daşıdığı göstərilib. Amma əlbəttə dostlar, bunları ədəbiyyat çərçivəsində saxlayırıq da. Yəni ki, bu söhbətlər, mən indi oxuduğum şeirdə belə deyək, işıqlı, parlaq, insani, ədalət və məhəbbət dolu cəmiyyətlər üçündür. Yəni bu əsasən ora üçündür. Mövcud dünyamızda o cür atmosferlər hələmələm geniş şəkildə yayıla bilməz, yarana bilməz. Müxtəlif səbəblərdən yarana bilməz. Əsasən o cəmiyyətlər üçündür. Yəni daha təmiz, daha parlaq, daha ruhani, daha mənəvi cəmiyyətlər üçündür. Oradan bizə soraq verir, sədalar gətirir o cəmiyyətlərdən. Bu tip şeirlər dostlar. Baxın, görün nə deyir? Deyir ki, bax, İnsanlar çox zaman məni söydülər, Lermontovdandır. Çox əzab verdilər, söyüb döydülər. Başlarkən onları bağışlamağa heç bağışlamazdı onlarsa əsla. Tale zülm etməyə başladı mənə. Günahım olmadan düzü düzünə. Qəlbimdən rədd etdi bütün duyğunu, mənsə bağışlaya bilmədim onu. Adamlar içində göründüm yenə. Mən soyuq baxışla, tutqun bir üzlə. Baxışım hər yana döndüsə düzü, hər yanda mən gördüm o gülər üzü. Yəni burada dostlar, şeir bu qədərdir. Mən indi bunu öz qabiliyyətlərim çərçivəsində oxudum. Qiraət qabiliyyətlərim çərçivəsində. Mənim işim qiraətçilik deyil dostlar. Burada nədir? Məna nədir?
Yəni şeirdəki ruh halı nəyi bildirir? Bu sən soyuq və amansız bir dünyada özünü tək tənha hiss eləyəndə, özünü enerjisiz hiss eləyəndə, özünü o ruhi dəstək olmadan hiss eləyəndə, yəni ruhi dəstəksiz hiss eləyəndə nədə sevinç, şadlıq taparsan? Sevgilinin gülər göyçək çöhrəsində. Xatırlayarsan onun sevimliliyini, onun nə bilim şirinliyini, mehribanlığını, sevgi dolu çöhrəsini xatırlayarsan və özün də şad olarsan. Artıq özünü tənha hiss eləməzsən. Artıq özünü güclənmiş, yenilənmiş, rahat nəfəs alan, təmiz nəfəs alan hallarda bularsan. Elə deyilmi? Sevgilinin gülümsər, təbəssümlü çöhrəsini görəndən sonra və ya xatırlayandan sonra, nə bilim, və yaxud sənin belə deyək də, birdən zehninə gələr rəsmləri, sürətləri. Ruhun yenilənər, təravətlənər, dərin xoşbəxtlik duyarsan, təşvişdə duyarsan, heç kimin xəbəri olmadan duyarsan. Saadəti öz içində hiss eləyərsən də. Bax, bu o anın, o ruh halının ifadəsidir. İradənin o oyunlarının ifadəsidir, dostlar. Elə deyilmi? Beləmi olur? Beləmi olur? Mənim təsəvvürümdə belə yaşantılar var. Təsəvvürümdə var. Sonra bax, bir dənə var, dostlar. Bu biraz kədərlidir, amma bundan da sevgi ətri gəlir, məhəbbət ətri gəlir. Bax, deyir ki, kədərliyəm, çünki səni sevirəm mən. Gözəlliyin gedir, gedir, nə deyəsən? Bilirəm ki, şirin keçən bir an üçün Taleh səndən göz yaşları alır hər gün. O ağladır, deyib gülmək istəyəni. Kədərliyəm, şad görürəm çünki səni. Bu, dostlar, bunu da şərh eləyim. Bu biraz demonik əhval-ruhiyyədə yazılıb bu şeyi, zənn edirəm. Çünki demonik əhval-ruhiyyələr Lermontova xas idi. Hətta onun bir dənə poeması da var, Demon poeması. Yəni, biraz belə məyus edici, bədbin tərəfləri var bu şeydə. Fəqət necədir məsələ? Bu deyir ki, məsələn, kədərliyəm çünki səni sevirəm. Niyə kədərliyəm? O sevgilinin necə olur? Gözəlliyi getmək məsələsi. Mən belə başa düşürəm. Yəni, bilirsiniz necə? Sevgilinin gözəlliyini belə əxs etmək, canıva çəkmək istəyərsən də, düzdür, sevdiyin. Hiss etmək istəyərsən. Amma necə deyərlər, bu namümkün olarsa əgər kədərlənərsənmi? Sevdiyin üçün kədərlənərsən. Çünki onun gözəlliyinə əlin çatmır. Düzdür? Və o gözəllik gedir. Gözəllik gedir də. Sonrasında gözəllik nə olur, dostlar? İnsan ömrü də sonlanır da, belə deyil. İnsan ömrü də bir gün sonlanır. Amma o gözəllik gedir və bu insanı kədərləndirə bilər. Və Taleh nədir? Taleh
insanı həm güldürür, həm kədərləndirir, həm ağladır. Ona görə də o sən güləndə mən düşünürəm ki, bax taley biraz amansızdır. Bəlkə bir gün səni kədərləndirər. Hə? Çünki şad görəndə sevdiyini düşünürsən ki, o taley qısqancdır, amansızdır. O şadlanmaq istəyəni tez kədərləndirər ki, o şadlanmağının qisasını alsın insandan. Bax, sənin sevgilin də belə güləndə sən müəyyən qədər kədərlənərsən. Niyə? Çünki qorxarsan ki, taley birdən onu kədərləndirər. Bu gülüşünün, bu qəşəng, sevimli, parlaq, aydın, təbəssümünün, gülüşünün birdən taley acığına gəlir. Yəni bu gülüş, bu xoş hal talenin birdən acığına gələr. Onu qıcıqlandırar, onu qısqanclığa düçar eləyər və tale birdən sənin sevgilini kədərə düçar eləyər. Buna görə kədərlənərsən sevgilini şad görəndə. Ona görə yox ki, onun şadlığı səni kədərləndirir. Yox. Birdən bu şadlıq talenin həsədinə tuş gələr və o bu şadlığı kədərlə birdən əvəzləyər. Birdən sənin sevgilini incidər tale. Bunun kədərini yaşayarsan qəlbində. Bu şeir də məncə o ruh hallarının göstəricisidir. Buna görə də aşiq nə istəyər? Aşiq istəyər ki, sevgilisi tez-tez hər fürsətdə gülsün, şadlansın, xoşbəxt olsun, saadətlə dolu olsun. Aşiq bunu istəyər. Düzdür, sevgilisi üçün. Belə dostlar, bu iki şeiri oxudum Lermontovdan. Bunları həsr elədik kimə? Təkrar eləyək. Sevənlərə, sevgi dağlı insanlara, aşiqlərə həsr edilən bu şeirləri dostlar. Bir dənə də oxuyacağım dostlar. Molla Pənah Vaqifdən. Bu aralar bu kitabda yenidən üzr istəyirəm dostlar. Yenidən stolüstü kitabım olub. Və buradan da bir şeir oxuyacağım dostlar sizə. Bir neçə burada ləzzətli mənzərələr, ləzzətli məqamlar görmüşəm. İstəyirəm onu da sizinlə bölüşüm dostlar. Gəlin. Gəlin dostlar. Nasıl? Ey canım calladı, ömrün yağısı, ömrüm yağısı. Məyər səndə zalım, din, iman yoxdur? Gecə gündüz həssətini çəkməkdən üzülübdür, məndə dəxi can yoxdur. Sənin həssətini çəkməkdən qəlbim üzülüb. Sək rəqibin bir daş düşsün başına. Qoymaz ki, yar ilən olaq aşina. Həqdir, yanan çoxdur eşq ataşına. Mənim tək ot tutub alışan yoxdur. Deyir ki, mən istəyərdim ki, rəqibin başına bir daş düşsün. İmkan versin ki, biz qovuşaq da. Rəqib bizim aramıza girir də. Yəni ki, sənlə mənim sevgimin arasına girən kimsə var. Kaş olmayaydı, biz qovuşardıq. Bunu demək istəyir. Çünki haqqını demək lazımdır, Vaqif deyir də. Eşq atəşinə yanan çoxdur, mənim kimi ot tutub alışanı yoxdur. Ey qaşları hilal, yanaqları gül. Ey zülfləri reyhan, xalları fülfül.
Aşığın öldürən bir rəhmu bidil, sənin tək aləmdə ev yıxan yoxdur. Hmm. Evimi yıxmısan deyirsən. Öz aşığını öldürən, deyəm sən nəsən sən? Rəhimsizsən. Öz aşığını öldürən rəhimsizsən, bunu deyir. Səni sevən olur həmişə dilşad. Soyun adəmidir, cinsin pərizad. Qamətin ər-ərdir, qolların şümşad. Bu şən şövkətdə heç insan yoxdur. Bu ləzzətli bir məqamdır dostlar. Bax deyir ki, səni sevən dilşad olur, yəni yaxşı olur, hə? Belə dilşad. Sənin soyun adəmidir. Mən belə başa düşürəm dostlar. Yəni ki, sən irqin insan irqidir. Amma cinsin pərizaddır. Yəni pərisən. İnsan irqi deyilsən. Soyun insan irqi olsa da özün pərisən. Yəni insan irqindən üstünsən. İnsan irqinin fövqündəsən. Qamətin ər-ərdir, qolların şümşad. Qolların belə şümşad da, belə təmiz, belə rəvan, belə biçimli, qəşəng qollarındır. Belə şən şövkətdə heç insan yoxdur. Yəni ki, sənə bənzər heç insan yoxdur. Qəşənglikdə. Vaqif halın istəmkara deməyə. Yalvarıban vara deməyə. Bu xəstənin ərzin yara deməyə. Məgər bu arada müsəlman yoxdur. Nə demək istəyir dostlar burada? Bu biraz mənə anlaşılmaz qaldı bura. Yəni ki, bu nə demək istəyir burada? Çox da tuta bilmirəm, bunu vaqifşünaslar bilər. Deyir ki, yəni bu dərdini deməyə də, yəni ki, burada rəhm eləməzlər onun dərdinə. Bunu mu demək istəyir? Bəlkə də bunu demək istəyir. Buranı bilmədim, amma o bir neçə məqam çox ləzzətli idi dostlar. Yəni o rəhimsiz, aşığını öldürən rəhimsizlik. Sonra o necə deyim, o eşq atəşinə yanan çoxdur, amma Vaqif kimi od tutub yananı yoxdur o məqam. Sonra o qolların şümşadlığı, qolların biçimli olması, sevgilisinin aşıq olduğunun qollarının o biçimli olmasını verib. Sən deyir, adəmsən, insan övladsan, amma pərizadsan, pəriyə bənzəyirsən. Mələyə bənzəyirsən də, pəriyə bənzəyirsən, insandan ötəsən. Bu məqamlar çox qəşəng idi dostlar. Çox qəşəng idi. Bunu istəyirəm sizlə bölüşüm. Bu qədər dostlar. Biraz belə spontan danışdım. Elə həmişə kimi əslində. Hə, dostlar. Belə şeyləri oxudum, götürdüm. Sizlə bölüşdüm. İstəyirəm sizlə bölüşüm. Bir poeziyanın nəyi var? Poeziyanın belə poeziyaların məncə ruhu təravətləndirmək qüvvəsi böyükdür. O klassik mütəfəkkirlərdən birinin sözüdür dostlar. Deyir ki, nə zaman ki biz bir dənə klassik müəlliflərin əsərlərindən birini götürüb oxuyuruq, elə bilir ki, biz təmiz bir bulağa girmişik, təmiz bir gölə, o çeşməyə girmişik də, o təmiz su oları, dibi görünər. O torpaq görünər də, o suyun dibi görünər, belə təmiz. Elə bil girirsən ora, belə ləzzətlə, o sərin bədəni belə təmizləyərək, girərsən, yaxalanarsan, belə yunarsan, çıxarsan, necə olar sənə belə? Oh, bütün o, belə elə bil ki, ruhun təmizlənər, ruhun yenilənər. Hadi klassikləri oxuyanda da, bax, belə sən bir hissiyyat keçirdisən daxilindən, o təmizlikdən, saflıqdan, o ali sferanın təsirindən, bax, belə bir təmizlənmə, ruhi təmizlənmə yaşayırsan. Bax, bu şeirləri də oxudum dostlar siz üçün. Ki, düşündüm ki, bəlkə birlikdə güzlərimiz müqabilində, o çərçivədə o yenilənməni, sevinci, təravəti yaşayaq, o şadlığı yaşayaq birlikdə. Buna cəhd edelim dostlar.
Alındısa nə xoş mənə. Mən də çox sevinərəm. Belə, əzizdən müğayət olun. Gecəniz xeyrə qalsın. Bu aləmlərdən çıxırıq. Sağ olun dostlar. Sevgi ilə qalın mümkün qədər. Hayır.